Salam dostlar, necəsiz? Bu sizinlə ilk videomda inşallah ki uğurlu olan, xeyirli olan. Sobada toyuq hazırlayacağıq. İlk gündə toyuğu dərsimizdə dəri yeyilmir. Dərisi soyulub, yuyulub, təmizlənib. Başlayaq. İlk öncə bura tuz əlavə edirik. Duz. Tamam. Biz tomatdan çox istifadə eləmirik. Tomat ancaq bizdə toyuq qızaranda və qızarmış yerlərdə istifadə olunur. Tamam. Qarastiyot. Sarkök ve turşu. Bu turşunu özüm hazırlamışım. Ve başlayırıq. Biraz da duru yağ əlavə edəcəm sonda. Duru yağ əlavə edeyim. Şimdi biz bunu bir güzel karıştırırıq. Ərzədən istifadə edə bilməm evdə. Malzemeyi rahat edeyim, böyle daha rahat olmalı. Bunu bir güzel karıştırırıq ve koyacaq bir yarım saat dadı bir-birinə çıxsın. Ve sonra sizi görünüşümlə sizinlə paylaşacağım inşallah. İstəyən zövqə görə bura sarımsaq əlavə edə bilər. Biz ama sarımsağın qoxusuna görə biz o qədər çox xoşlamırıq. Ona görə mən əlavə eləmirəm. Bunu yarım saat gözlədəcəm. Ondan sonra sobaya qoyub sizə görüşəcəm.